Dəyərli tamaşaçılarımız, biz sizi Yaqut xanımın əl işləri ilə tanış edirik. Onun emalatxanasıdır və burada gördüyünüz bu qeyri-adi əl işləri həmin bu emalatxanada hazırlanır. Yəni mən təqdim edeyim. Baxın, mənim qəliblərimdir. Burada gördüyünüz hamısı qəliblərdir. Analar da çəkir. Qəliblərlə işləyirəm, hazırlayıram. Bu xam maldır. Ona var. Xam maldır. Bəyək orada gördüyünüz belə düzəldirəm, quruduram. Baxın, burada da bir dəmir yumruğumuz var. Bu sifarişdir, yəni bu gedəcək. Bu da hədiyyədir, əslində hədiyyədir. Bu bizim həmən o alınan torpağımızdır. Orada qalxan dəmir yumruqdur. Bu bir torpaqdır, ağır bir şeydir. Burada yaşıllıq var, parıltı var və xarı bülbüllər var. Bu o deməkdir ki, yəni artıq bizim Azərbaycanın dəmir yumruğu burada qalxan zaman torpaq sevinibdir. Xarı bülbüllər var, burada piketdir, bəli. Allah sənə qüvvət versin, ay qızım. Sağ ol. Sən ki, belə əziyyətlə, Əvvəl yəni xonçalarla da məşğul idim. İşlərimin çoxluğundan çatdıra bilmədim və dərzi kimi fəaliyyət göstərdim. Yəni buranın dərzisiyəm. İnsanlar gəlir, müraciət edir. Bu evdən kənar tikdirib də bu. Bura qapı açılanda belə, o bir qapı açılanda evədir. Yəni mənim bu iş yerimi burada eləməyimin səbəbi nədir? Mənim ruhi xəstə bacı qardaşlarım var. Yəni mən onlara baxıram. O bacımın gözündən heç ara gedə bilmərəm. Ona görə də burada yəni məskunlaşmışam. Mən 3 saat, 4 saat məni görməyəndə o şey bacım ağlayıb özünü öldürür. Yəni ona görə Allah da səni bir imtihana çəkir, qadan alın. Mən fəxr edirəm. Allah bir dənə Allahdan onu istəyirəm ki, səbir, dözüm, bir də sağlamlıq olsun. Allah heç kimə sənin yəni, qoymasın, sağlam olasın, qadan alınsın. Hazıram, hər birinə baxmağa da hazıram, hər şeyə hazıram. Allah güc versin. Sağ olun. Gecəni gündüzdən qatıb fədakarlıq edən bu qadın, eşq olsun sizə, həqiqətən də. Minnətdaram sizə də Nəzakət xanım, Allah razı olsun, gəldiyiniz üçün, çəkdiyiniz üçün. Bizə nə qalacaq, həyatda bizə nə qalacaq? İnşallah ki, Allah Taala yolunda biz rəhmət qazananlardan olaq. Etdiyimiz yaxşılıqlar, Əməllərimiz. Azərbaycan qadınının fədakarlığı, bəli, əyani olaraq budur. Sağ olun. Hörmətli tamaşaçılarımız, gecəsini gündüzünə qataraq təmənnasız şəkildə xidmət göstərən gözəl xanımımız. Allah var etsin sizə. Sağ olun.